şirketin özünə hesab sormağa gəlmişəm. Mən gəlməmişəm ki, ondan xahiş minnət edirəm ki, nə olar mənə döyənlər cəzalandırın. Yoxdur elə bir yer. İşgəncəçilərin üzünə tüpürmək lazım. İşgəncə belə, işgəncə insanlıq cinayətidir. Yavaş ha? Yavaş. Mən Qəhrəman Nurlan Ramizoğlu. Ötən ay Baş Prokurorluğun qodçuları tərəfindən evimdə Tuman Mayka ilə oğurlanmışam. Anamın gözünün qarşısında. Aparılmışam Baş Prokurorluğa. O prokurorluğun əməkdaşları mənə işgəncə veriblər, telefonun parolunu atmaqdan ötürü. İçəridə olan vaxtı anamın üstünə skor gəlib. Mənə elə aparıldığımı görəndə elə bilib ki, mənə cinayət çatdırırlar, ya öldürməyə gəlirlər. Baş Prokurorluğun binasında işgəncəyə məruz qalmışam. Döyülmüşəm. Ay insanlar, Baş Prokurorluq mənə işgəncə verib. Mən indiyə kimi belə şey görməmişəm. Yaxınlaşın da qəbul. Ya heç yerə yaxınlaşmıram. Kamran Əliyev, sən Baş Prokuror olmağa layiq insan deyilsən. Kamran Əliyev, sən oturduğun kresloya layiq insan deyilsən. Mən Kamran